həyatımızda şahid olmuşuq da, o qədər açıq qapılar, ümid bilib qapısına getdiyin qapılar üzvə bağlanıb, Allahdan qabaq onları ümid qapısı bilmirsən, getmirsən. Amma qapı üzvə bağlı olub. Qapılar üzvə açıq bildiyin halda bağlı olub. Allah səni tək qoymadı. Bu ayə ilə onu qeyd etmək istəyir. Sən yolu azsan da, çaşsan da, səhv getsən də, düz getməsən də, o səni buraxmadı. Görürsən, canı canından, qanı qanından, əti ətindən olan övladın sözüvə baxmayanda, bəzən görürsən, deyirsən, sən adda oğlum yoxdur. Evdən çıx, uzaqlaş və s. Amma 70 il, 80 il yaşayıb Allah görə-görə, o baxa-baxa, biz özümüz bilə-bilə xəta, nöqsan, günahlar etməyimizə rəğmən Allah bizi buraxmadı. Heç vaxtı bir dəfə demədi ki, sən adda mənim bəndəm yoxdur, mənim qapıma gəlmə, dərgahımdan uzaqlaş. Bir sözlə, sən özünü itirsən belə, o səni itirmədi. Sən ondan uzaqlaşsan belə, o öz yaxınlığından uzaqlaşmadı. Bir kəlməyə bənddir ki, Əstəğfirullah Rabbi və Tuğbu ileyh. Allah, mən peşman olmuşam, günahımı etiraf edirəm, məni bağışla.